Hamınıza salam dostlar. Bugün mən sizinlə toyuqlarla yemi versək çox yumurtlayar deyə məlumat paylaşacağım. Toyuqlara yemək toyuqların yumurtlamağını istəyirsinizsə, bu qış vaxtı mən bəlkə 6-7 dənə yumurta alıram bu boyda toyuqdan. Görək yayda nə olacaq. Gördüyünüz kimi dəmdir, arpadan qarışığı. Sonra alma sirkəsidir. Alma sirkəsi. İkisi qarğıdalıdır. Bu bir də sarımsaq. Sarımsaq indi o tərəfdədir. Başqa da ki göstərdim. Bir də ki bu çəpək. Bir də çörək. Mən o videodan kanalımda var. Girin izləyin. Ən qəşəng yeməkdən biridir. Bu gün 3 dənə yumurta götürmüşəm. Axşam bəlkə çəkdim. Yumurta video çəkdim bəlkə. Gördüyünüz kimi sularına nifluin bundan qatmışam. Nifluin hər nəsə. Sonra video səs çəkən görünüyor. Gördüğünüz gibi bu dərmandan verəcəyik, tez almışam. Smest. Başqa 3 dənə ondan almışam. Başqa da dərmanım yoxdur. Mən dərmanı xaç-xaç edirdim. Ən çox dərmanı sirkə və sarımsaq əlavə edirdim yeməklərinə. Çox sağlamlı oldular. Bütün toyuqlarımda sağlamdı şükür. Təzə aldıqlarımdan biraz şübhəm var. Qoca falan onları satıb eləyəcəm. Onları saxlamaq istəmirəm. Gördüyünüz kimi burada toyuqlarımızdır. Qısa məlumat paylaşmaq istədim. Sağ olun, salamat qalın.